çoxlu yaxşı idmançılarımız var. Nəriman Abbasov olsun, Tofiq Musayev olsun, nə bilim, Asəf olsun, Elbek olsun, fərq eləmir. Yəni Rəsul olsun cavanlarımız. Yəni mən heç kimə ayırmıram. Hamına Akşin Babayev olsun. Yəni bunların, bu cavanların əksəri də yaşayışına baxırsan, səhər gəlir məşq eləyir, axşam gedir Varovskoy həyat yaşayır, üzr istəyirəm, kriminal həyat yaşayır. Səhər məşq eləyir, axşam klubda, diskotekada. Səhər məşq eləyir, axşam əlində qəlyan. Sənin idmanın zalda başlayırsa, küçədə bitir. Sən əgər düzgün yeməyə fikir vermirsənsə, yatıb durmağa fikir vermirsənsə, sən idmançı disiplinin yoxdursa, idmançı əhatən yoxdursa, hamısı üzr istəyirəm, narkoman, nə bilim, üzdən iraq, непонятно adamlarla oturub durursansa, sən hara kimisə ola bilər, yəni xarakterin şotuna, müəyyən bacarığın şotuna nəsə eləyəcəksən müəyyən qədər. Amma o müəyyən səviyyədən sonra dirənib qalacaqsan, qalxa bilməyəcəksən. Çünki sən o mühit imkan verməyəcək qabağa gəlməyə.